qeyd etdim ki, demək Göbəkli Təpədə bir damğa var. Əsasən ortada olan o iki T şəkilli sütun ki var onun birində. Demək günümüz kiçik M hərfinə bənzər bir damğa var. Ortadakı xətti daha uzun və onun bir də ziddi olub üzü yuxarı olan M formasında bir damğa var. Və bunun nə olduğunu kimsə izahını bilmir. Mənim bir nəsil xalçam var, qardaş. Demək bizdə o nəsildə birindən digərinə davam edən bir xalçadır, nəsil xalçası. Nənəm ona nar xalçası deyirdi. Demək qırmızı rəngdə xalçadır. Onun bütün dairə formasında eyni ilə həmin o damğanın, yəni bu M hərfinə bənzər damğa və onun tərsi olan damğa bir-birini davam edir. Bütün dairə boyu xalçada və ortasında da qıya bənzər damğa var. Hansı ki, yenə deyirəm, həmin damğa təsəvvür edilə Göbəkli Təpədə var. Necə ki, Göbəkli Təpənin ortasında iki T şəkilli sütun var, bunun da ortasında iki xonça var. Yəni xalça xonçası. Və qırağında da eyni damğa bir-birini təkrarlayır. Yəni bu damğa əslində bahara tərənnüm edir. Yəni üzü yuxarı baxan günəşi tərənnüm edir, aşağı baxan isə yeri tərənnüm edir. Və bu bizim qarşımıza türk damğalarında M damğasına və günümüz M damğasına çevriləcək. Və bizə deyilir ki, biz günümüz Latın və Kiril əlifbasını Finik əlifbasından almışıq. Həmin Finik əlifbasını da həmin Finiklər formalaşdırıbdır. Və həmin Finik əlifbasına bənzər olan və həmçinin Etrusk runiklərinə, damğalarına bənzər olan türk runikləri güya soğdular vasitəsilə, bilinmir hansı vasitələ, soğdular vasitəsilə, hansı cür, nə cür bilinmir. Neçə min kilometr gedib, daha sonra Göytürklərdə qarşımıza çıxır. Lakin mən onu türk damğaları və damğaların, simvolların hansının daha mürəkkəb, hansının daha sonra sadələşmiş forması olması səbəbilə əslində türk damğalarından, türk runik damğalarına, oradan isə Finik əlifbasına çevrilməsini göstərmişəm. İndi vaxt olsa bir dəfə onu ayrıca bir bölüm kimi danışarıq. Türk damğaları, dağlara, daşlara çəkilən, üstəgəl Göbəkli Təpəyə çəkən həmin o damğalar, daha sonra türk runiklərinə çevrilib, daha sonra Finik əlifbasına çevrilib, daha sonra həmin Finik əlifbası bildiyimiz Kiril və Latın əlifbasının atasına çevrilibdir. Yəni, yenə deyirəm, demək ki, Göbəkli Təpədə olan bir damğa, yuxarı aşağı M hərfinə bənzər damğa və T şəkilli sütuna çəkilən damğa bir Qazaq xalçasında var. Eyni ilə. Təsəvvür edilər ki, yəni Göbəkli Təpəni nə vaxt tapdılar dedim, 1996-cı ildə, düzdür? Bu xalça mənim nəsil xalçamdır və mənim əlimdə olan xalça, hal-hazırda olan xalçanın azı 100 yaşı var. Yəni mənim nənəmin nənəsi o xalçanı toxuyanda Göbəkli Təpəni biz bilmirdik. Onun üstündəki damğanı bilmirdik. Fikrim aydındırmı? Və bu ardıcıllığı və yenə deyirəm, bir Qazaq, Türk xalçasında bunun olmağı faktını, yəni mən bir çox yerdə demişəm, kimsə bunu görməzdən gəlir. Bayaq ermənilərdən danışdıq. İnanın ki, erməni nə bilim nələrini verməzdi ki, o Novruz bayramının o xonçasında olan şəkər bura, qoğal paxlavanı əlinə ala, sonra deyə baxın, bu simvollar Göbəkli Təpədən üzü günümüzə bizdə var. Və bu xalçanı nələrini verib alardı ki, desin.